günlük vlog çəkəcəkdim əslində. Çəkmədim. Əslində çəkirəm indi. Sadəcə günlük yox, planlama, gün içində nələr planlayıram falan, onları eləyəcəm sizə. Göstərəcəm, danışacağım və bildiyim şeylərdən danışacağım ki, köməyə ehtiyacım olanlar da bilsin. Çünki mənim köməyə ehtiyacım olanda bu nəyisə öyrənmək istəyəndə heç kim mənə öyrətməmişdi, dəstək olmamışdı. İndi sizə öyrədəcəm. Sizlə biraz söhbət eləyəcəm. Bilmirəm, bəlkə də söhbət vlogu oldu, bu günlük vlog olmadı. Sabah amma günlük vlog çəkəcəm. Çox qəşəng vlog gəlir. Editləyəcəm, paylaşacağım. Burada sizə danışmaq istədiyim o qədər şey var ki, danışa bilmirəm, amma çox yaxında öyrənəcəksiniz. Bir dənə duaları çəkis eləməyin. İndi sabah nə giyinəcəm, onu göstərəcəm sizə. Sabah bunu giymək istəyirəm. Belə bir şeydə görürsünüz. Belə qırmızı bir şeydir. Arxası açıqdır. Arxası açıqdır belə. Arxası açıqdır. Bunu giyindim belə. Bunda uzun ipləri var. Bunu arxadan bağlasam, sonra bu yufqanı da üstünə giyinsəm, necə olar sizcə? Yufqa. Məncə yaxşı olar. Qəşəng durar. Sumka nə taxım? Bir də papaq taxmaq istəyirəm. Çünki gündür, bilirsiniz. Bir dəqiqə bunu qoyun bura. Eşidirsiniz də gəlmir. Bir də şapka taxmaq istəyirəm. Onu da göstərəcəm. Bir də bunu taxacağım. Bunu belə açım. Açım sonra. Bu problem oldu. Mən şapka taxa bilmirəm. Mən qəşəng göstərmir. Mən amma şapka yaraşmır elə bil. Belə taxsam. Interesting. Eminem. Belə taxsam da qəribə duracaq. Qəşəng olur. Bu arada buradan bir-iki nəfərə səslənmək istəyirəm. Sırf video çəkirəm deyə, sırf sosial şəbəkə istifadə edirəm deyə lağa qoyurlar, amma deməyəcəm, səbr edəcəm. Sonra deyəcəklər ki, ayda, kəş bu qızla şəkil çəkdirərdik, sinif yoldaşımız idi, kakraz. Qədrini bilmirsiniz. İndi mən belə bir də TikTok videosu atmaq istəyirəm. Onu çəkim, sonra təzən videoya başlayacağım. Evet, hissediyorum. Geliyor. Çünki aymış. Şeymiş. Qatdıq bura. Kofe edirəm. Bu deyil. Qoyuram bir yerə. Bilsiz mi edirəm? Belə bir dənə kavanoz götürün. İçinə su doldurun, qaynar su. İsti suda, yəni. Bildiniz necə? İsti su doldurun. Saçlarınız nə qədər böyüksə o qədər doldurun. Amma biraz az doldurun. Çünki süz qatarsınız sonra. Şaka yapıyorsun. Sonra kofeni doldurursunuz bura. Ay. Ananı avradını. Şu karizmaya bakın. Gəlim yandı. Pesoq tökürsünüz. 1 2 Mən həmişə 5 qaşıq tökürəm. 3 4 5 Bu da biraz.
Bir dəqiqə. In the back of his mind is Coretta, and she knows. She knows. Mən çox qatmışam. Bayağı bir qatmışam. İsti su. Normalda bunu götürməlisiniz, belə çalxalamalısınız. Ona görə əlim yanır deyə bunu eləyəcəm. Əgər bundan yoxdursa qaşıq götürün, belə eləyin. Biraz soyuyandan sonra da şey eləyin. Bildinizlər necə? Çox qaynar eləmişəm. Abartmışam mən. Bayağı bir abartmışam. Əlimi ala bilmirəm, çünki qaynardır. Yəni ona görə. Əslində bununla eləməyin də bir şeyi yoxdur. Çünki dibini gəlir. Normalda çalxalamalıyıq. Normalda belə çalxalamalıyıq ki, köpürsün bu. Amma eləyə bilmiriksə köməyimizə gəlir. Tuturuq belə eləyirik. Qaynardır çünki əlimi vura bilmirəm. Həqiqi deyirəm bu arada. Ciddiyəm. Bu arada həqiqi istidir. İndi deyəsiniz ki, abartır. Yox, abartmıram. Vallahi istidir. Sabah çox bomba vlog gəlir ha. Nəysə, bunu qarışdırırsınız ki, köpürsün. Mən indi bu istifadə edədiyim var idi bu. Bundan da eləyə bilərsiniz əgər varsa. Normal olaraq. Bura tökməyimizə heç ehtiyac yoxdur. Amma əlviz şeydir də. Əlviz nə idi? Köpürməyəcək çox. Bundan çox köpürür. İndi köpürsün biraz daha. İndi deyəcəksiniz, isti kofe nə içirsən? İsti içmirəm. Soyuq içəcəm. Buna indi soyuq süt. Bir də buz. Neyse. Bax belə köpürməlidir. İndi bir dəqiqə. İndi buna tökmək istəyirəm. Prosto çatar məncə. Çünki buz, süt falan da qatacağım. İndi normal boş olan çaşqa. Belə göstərirəm, başa düşmürsünüz çünki bəzən. Əlim yanır, buna tökəcəm. Tökdük. Köpüğü en sonda gəlir ha bu arada. Deyim bilin. Köpüğü en sonda gəlir. Ha, bir dəqiqə. Süt tökürük. Üstünə tökürük. Dolana qədər tökürük, fərqi yoxdur. Doldu. Günlük vlog yadımdan çıxdı. Çünki mən gün ərzində ancaq telefona baxıram. Başqa bir şey eləmirəm. Ona görə sizə dürüst olacağam. Amma sabah çox qəşəng vlog gələcək. Onu da mütləq izləyin. Təzə iyi hələ burada. Narahat olmayın. Yaxşı olacaq hər şey. Aktifliyimi qaldırmalıyam YouTube'da çünki
aktiv değilim. Bilmirəm indi bundan sonra da bağlayaram videonu ya yox. Amma yəni gün ərzində mən demək olar ki, heç nə eləmirəm. Telefona baxıram. İşim olmadığı müddətdə. Bir beat falan hazırladım mahnı üçün. Sonra bir şey alındı. YouTube Instagram hesabımda da paylaşmışam. İzleyebilirsiniz. Yani ne danışıp geldik? Açırdım.